Salam əziz tələbələr, bugün 15 mart tarixində keçirilən ingilis dilindən sualların bir neçəsinin izahına baxaq. Qrammatik sualların. Deməli, 7-ci testdə görürük ki, wanted feili var. Wanted 3-cü qrup feili olduğuna görə özündən sonra feili to-da tələb eləyir. A variantımız doğru variantdır. 8-ci testdə cümlə tamamlama mövzusunu biliriksə, bilməliyik ki, mübtəda xəbər, yəni mübtəda öncə xəbər sonra gəlməlidir. Ona görə A variantımız doğrudur. B-də did, C-də arziyədən qabaqda, D-də həvzəydən qabaqda, Y-də isə will it-dən qabaqdadır. Keçirik 9-cu testə. 9-cu testdə bizdən yenə düzgün variant istəyir. Tərcümədir bu test. Burada mərhəmətli və gentle insanların həmişə yaxşı keyfiyyətləri olur. Ona görə doğru variantımız 1 və 2 D variantıdır. 10-cu testə baxırıq. 10-cu testdə yesterday olduğuna görə biz artıq bilməliyik ki, keçmiş sadə zaman istəyir. Ona görə broken feilimizi yazmalıyıq. Yəni broken keçmiş zamandadır burada. Dünən Alex mənim deməli sevimli vazamı sındırdı. 11-ci testə baxırıq. 11-ci testdə xəbərimiz cəmdədir və isimimiz də cəmdə olduğuna görə ona uyğun obyekt əvəzliyi seçməliyik. 1 və 3 doğru variantımızdır. Some deməli of deməli some. The salesman had a lot of antique carpets and a month later deməli 2 və 3 olmalıdır, sonra 1 yox. Çünki biz xəbərin cəmdə götürürüksə, deməli, obyekt əvəzdə cəm formada götürməliyik. 12-ci testə baxırıq. 12-ci testdə bizdən nə istəyir? Deməli, very adi dərəcədir. Adi dərəcə istəyir D variantı. 13-cü testdə bizdən yenə doğru variant istəyir. Baxırıq ki, çox ağırdır. Bu adətimin sualıdır. Çox ağırsa biz bunu daşıya bilmirik. Cümləmizdə də keçmiş zamana aid was feilimiz var. Diqqətli olmalıyıq belə testlərdə. O to istəyir, had not inkara düşməz. A və Y, D variantları to-suz işlənmir. Zaten işlənsə belə diqqətli olmalıyıq. Bu tipli testləri yazanda C variantımız doğrudur. Cümlə qurmaqda diqqətli olmalıyıq. Əsasən başlamalıdır 2-dən. Books are very important. Kitablar çox vacibdir. Niyə? In the life of people, insanların həyatında. Cümlə quruluş, yəni slof qaydasına fikir verməliyik. 15-ci testə baxırıq. 15-ci testdə bizdən doğru variant istəyir. Deməli, pleased feili həmişə deməli işlənir with-lə. Deməli, the little girl is pleased şad olur. Niyə? Bluza görə. Bluza. Which was bought. Kim üçün alınmışdı? Onun üçün alınmış bluza görə şad oldu. Digərləri isə tərcümə baxımından uyğun gəlmir. 16-cı testdə isə diqqətli olmalıyıq, bağlayıcı mövzusudur. Doğru variantımız B variantıdır. Deməli, when all people stop fighting, nə vaxt insanlar dalaşmağı dayandıranda, anda, əndə. Also, baxmayaraq ki, however, hərçənd, why, niyə, nə üçün, how, necə tərcümə baxımından uyğun gəlmir. 17-ci testimiz çox asan testlərdən biridir. Bu, əsasən isim bölməsinə aiddir. A cup of tea, a bar of chocolate. Eynən glasses olmaz, 2 kilos olmalıydı. Digər testlərə baxaq. 18-ci testə baxaq. 18-ci testdə deməli bizdən nə istəyir? Doğru variantımız deyil. Nə üçün 2 saat qatar gecikir? Burada sual əvəzlidir və biz diqqətli olmalıyıq. Which hansıdır? What nədir? Who kimdir? Whose kimindir? Olmaz. Deməli, one of üstünlük dərəcəsidir. Ona görə də Z artiklı tələb edir. Dünya da vahidlik bildirən isim olduğuna görə özündən sonra Z artiklı tələb edir. C variantı. Passive voice çox rahat düşüb. Həznə olan passive voice-dur. Bunu yazmaq rahatdır. Əsasən tamamlığa fikir veririk. The new rules deməli, was arı çıxmalıyıq. Ona görə ki, bizim cümləmizdə məlum növdə həz var. Həz və ya həv birləşməsini istifadə edə bilərik. Bizim də tamamlığımız cəmdə olduğuna görə have been announced olmalıdır, yəni Y variantı. 21-ci testə baxırıq. 21-ci testdə bizdən düzgün variant istəyir, oppositlər istəyir, amma defend, attack, müdafiə eləmək, vuruşmaq, fail, success, uğursuzluq, uğur, bir də destroy, build, dağıtmaq, tikmək. Bu da rahat testlərimizdən biridir. 22-ci testimizdə isə bizdən düzgün variant istəyir. Salınən isim də əlbəttə ki, biz də yazmalıyıq. Yəni çox asan suallardan biridir bu da. Mətin testlərində diqqətli olmalısınız. Mətndə diqqətlə əgər işləmiş olsaydınız, düşünürdüm ki, heç bir çətinliyiniz olmazdı. İnşallah bloku da daha rahat yazarsınız. Uğurlar.